Misli Premier Ligasında 33. turun 3. maçı. Aras Naxçıvan sabah görüşü start götürür. Hər iki komandaya uğurlar arzulayırıq. Güclü olan qazansın. Rodriguez uzaqdan zərbə indirir. Pakatilov komandası qoldan xilas edir. Qara cərmə meydançasına göndərilir top. Machado. Top geri qaydır. Təkrar zərbə və gol! Hesab açılır 20-ci dəqiqə. Ülvi İskəndərov fərqlənir. Ülvi İskəndərov Aras Naxçıvanı önə keçirir. Keçən turda Səba ilə görüşdə də fərqlənmişdi Ülvi İskəndərov. Arçıl ikinci çempionat maçında qol vurur. Aras Naxçıvanın 7 nömrəsi. Epizodu izləməsi. Çox yaxşı alındı. Top qarşısına düşür və Litişdən gələn topu tora qovuşturur Ülvi İskəndərov. Vincentil qapı qarşısına Söküdika. Yaxşı yüksəlmişdi amma topu qapıya göndərə bilmir. Qeyri-dəqiq zərbə Jesse Söküdikada. Rahman Aliyev özünü yetirdi. Omar Ali Rahman Aliyev ötürmə mərkəzə başla zərbə və gol! Hesab bərabərləşir. 1-1. Vincentil golun müəllifidir. Golun təkrarını izləyirik. Omar Ali Rahman Aliyevin golda payı böyüdü. Qapçı Cristian Avramın da çıxışda səhvi var və Vincentil bərabərlik golunu vurdu sabahda. Vincentil cari mövsüm ilk golunu vurur Premier Ligada. Zaten Slavik Alxasov cərimə zərbəsini yerinə yetirir. Başla zərbə dəqiq alınmır. Slavik Alxasov ötürməsi cərimə meydançasına başla zərbə dəqiq alınmır. Igor Ribeiro amma zərbəsi qeyri-dəqiq alır. Çox qüvvətli idi. Topun indiyi istiqamət də yaxşıydı amma çərçivədən aralı düşür. Hətta Aras Naxçıvanın ehtiyat oyunçular skamyası və texniki heyəti son 6 maçın 5-ində heç edib Aras Naxçıvan. Sabah hücumda uzaqdan zərbə və Cristian Avram. Avram komandasını qoldan xilas edir. Burada Lepinitsa. Çox yaxşı düşünmüşdü. Cristian Avramın qarşısı da bağlıydı. Ayaz çevrildi qapıya doğru. Zərbəsini endirir Cristian Avram. Hücum davam edir. Tellur. Kamal Umudlu. Qeyd edir ki, Yaxət Hakiminin də işarəsindən sonra bildirdi ki, Tellurun ötürməsi zamanı top çöldən fırlanaraq meydana qayıtmışdı. Buna görə də qapıdan zərbə. Ülvi İskəndərov. İrəliyə bilmir Ülvi. Omar Ali Rahman Aliyev. Son şanslar. Xəyal Əliyev topa doğru hərəkətləndi və Cristian Avram topu meydandan çıxarır və Kamal Umudlu da oyunu yekunlaşdıran fitini səsləndirir. Aras Naxçıvan 1, Sabah 1.